İran mağazasına girdim. Orada bir dindar dayı var. Dinə aid şeyler satır. Yol üstü olanda ərzaq almaq üçün gedirəm ora. Və artıq birinci dəfə deyildi. Ona görə də mənə sual verdi. Oruç tutursan? Dedim, yox, mən xristianam. Həmişə olduğu kimi söhbət başladı. O təbii ki öz inancından danışırdı, mən isə öz inancımdan. Düzü mənə dinləməyə səbri yox idi, sözümü kəsirdi. Deyir ki, dünyada hamısı İslam dini qəbul edir. Amma bu yalandır. Bunu dini reytingini qaldırmaq üçün deyirlər. Çünki əslində çoxları İslamdan çıxır. Bizim ölkədə və başqa yerlərdə Sovet dağılandan sonra hamı ac adamlar kimi dinə axın etdi. Azərbaycanın özündə hal-hazırda ateist və deistlərin sayı artır. Dünyada müsəlmanların sayının artması əsasən doğum göstəriciləri ilə bağlıdır. Bəli, İslamı qəbul edən xristianlar da var. Lakin xristianlığı qəbul edənlərin sayı ilə müqayisədə çox azdır. Müsəlmanların və xristianların doğum göstəriciləri eyni olsaydı, xristianların sayı əvvəlkindən qat-qat çox olardı. Lakin xristian ailələri az uşaqlı olsa da, yenə də müsəlmanlar sayca xristianları ötə bilmədilər. Və heç vaxt ötə bilməyəcəklər, çünki İsa'ya gedənlərin sayı artır. Və hətta müsəlmanlardan belə. İslam artıq sülh dini kimi nüfuzunu itirib və çoxlarında yalnız mənfi hisslər oyadır. İslam güc sayəsində yaşayır. Çoxları qorxudan İslamdan çıxmırlar. Çünki müsəlman ölkələrində başqa inanca görə İslamı tərk edənlərə qarşı güclü təqiblər olur. Hətta ölümə kimi. Məsələn, İranda bellərinə qarşı ölüm hökmü tətbiq edirlər. Hakimiyyətin qorxusundan başqa inancı etiraf edə bilmirlər. Müsəlmanlar xristianlığa qarşı təbliğat aparmasaydılar, bu inancı qəbul edənlər daha çox olardı. Lakin onlar qəsdən məhz xristian inancını səhv çıxarmaqla məşğuldurlar. Nüfuzda qalmaq üçün başqa yolları yoxdur. Dayının dediyi başqa bir yalan isə bir neçə İncil kitabın mövcud olması idi. Dəqiq olaraq 40 variant. Dedim ki, mənə heç olmasa 2-3 dənəsini göstərin, harda oxumaq olar? Əksini sübut edə bilməsələr də onlar belə hesab edir. Və necə düşünürlərsə, onların fikrincə də belə olmalıdır. Bir sözlə, əvvəllər İncilin dəyişdirildiyini deyirdilər, indi isə deyirlər ki, həyatda heç kimin görmədiyi bir neçə İncil kitabı var. Əgər olsaydı, çoxdan xristianların səhvlərini göstərmək üçün mövcud olmayan İncillərdən istifadə edərdilər. Xristianları səhv çıxartmaq üçün nədənsə elə bildiyimiz mövcud olan əsas Bibliyaya üst tuturlar. Müqəddəs kitaba çoxlu şeytanı böhtanlar atırlar. Mollalar öz dinlərinin xətrinə yalan danışırlar və hər şeyi yalan üzərində qururlar. Amma yalan üzərində qurulan çökəcək və həqiqətən də daxildən çökməkdədir.